Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. 28 may Azinko layihəmizdə isti döşəmənin birinci etapını təhvil verdik. Deməli, bura bizdə zal olan nahiyədir. Burada bizdə 7 konturdur. İsti döşəmə otaq termostatı və yer sensoru ilə təchiz olunub. Həm havadan, həm də yer sensoru vasitəsilə dərəcə tənzimlənəcək. Ora bizdə iş otağıdır, bu nahiyə isə zaldır. Hərəsinin özünün addelini daçiki var. İsti döşəmədə belə gördüyünüz kimi. Bütün metrajlar qeyd olunub və sonda bütün konturları kollektorda inşallah markirovka eləyəcəyik. Yəni biz olmasaq, bizdən sonra kimsə də olsa, hansı konturun hara xidmət elədiyini bilsin. Gördüyünüz kimi bu qaydada. Bura isə bizdə yataq otağıdır. Yataq otağında bu qaydada işləmişik. Yenə divarlarda dənfər lentimiz və daçikimiz də burada yerindədir. Belə bu qaydada. Bu isə bizim kollektor olan otağımızdır. Bütün xəttlər qofralanıb. Kollektor bizdə Danfoss firmasına məxsusdur. Bir şey də nəzərinizə çatdırım. Bu bizdə kollektorun biridir. Yəni evi 2 hissəyə bölmüşük mərkəzdən. Bu hissədə, yəni buradan bu tərəf nahiyəni bu kollektor bizdə təchiz eləyir. Digərləri isə o birisi balkonda olacaq. Kollektorumuz birinci etap videoda qeyd edirəm. Niyə birinci etapı təhvil verdik? Deməli, biz bu kollektorun payına düşən bütün otaqları işlədik və deməli, beton üçün burada məsafə saxlamışıq. Burada beton hazırlanacaq, betonla üstə örtüləcək. Kollektor testlədi, isti döşəmə testlədi, su vurulub. Betondan sonra isə biz çıxıb növbəti tərəfi, yəni buradan bu tərəfi işləyəcəyik ki, inşallah beton qatan qardaşlar da əziyyət çəkməsinlər. Artıq orada hazır hissələr olacaq. Onlar orada betonu qarışdırıb bu tərəfə də işləyə biləcəklər. Belə dostlar, izləmədə qalan hələlik.